Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün olduqca ləzzətli, xırçıltılı pirajki hazırlayacağım. Əminəm ki, siz də mənim bu reseptimi çox bəyənəcəksiniz. Əvvəlcə kartofları yaxşıca yuyuram. Üzərinə soyuq su əlavə edib ocağın üzərinə bişməyə qoyuram. Kartoflar bişənə qədər xəmiri yoğururam. Xəmir üçün 1 kiloqram un götürmüşəm. Apara üçün qabın içərisinə bir paçka maya, yarım çay qaşığı şəkər tozu, eləcə də biraz ilıq su əlavə edirəm və yaxşıca qarışdırıram. Unun içərisinə bir dolu olmayan yemək qaşığı duz tökürəm. Daha sonra isə stəkan yarım ilıq süd, eləcə də su əlavə edib xəmir yoğururam. Aparanı da tökürəm. Suyu az-az əlavə edirəm. Ələ yapışan yumşaq xəmir yoğurmaq lazımdır. Baxın, belə bir qaydada xəmir olur. Xəmirin üzərini örtüb bir kənara qoyuram ki, özünə gəlsin. Kartofların qabığını soyduqdan sonra əzirəm. Üzərinə zövqə görə duz, eləcə də qara istiot vurub yaxşıca qarışdırıram. Artıq xəmir özünə gəlib. Dəzgahın üzərinə duru yağ vururam. Daha sonra xəmirdən kiçik kündələr götürüb kündələyirəm. Gördüyünüz kimi xəmir yumuşaq xəmirdir. Belə xəmirin pirajkisi daha gözəl alınır. Xəmirin hamısını kündələdikdən sonra üzərindən yüngülcə basıram ki, biraz yayılsın və üzərinə içlik qoyuram. İçliyə zövqə görə qovrulmuş soğan da əlavə edə bilərsiniz. İndi isə pirajkiləri bükürəm. Gördüyünüz bu qayda ilə bükürəm. Tərs çevirib üzərindən yüngülcə basıram. Pirajkilərin hamısını bu qayda ilə hazırladıqdan sonra 5-10 dəqiqə gözləyirəm ki, özünə gəlsin. Tavanın içərisinə yağ tökürəm. Yağ yaxşıca qızdıqdan sonra pirajkiləri qızğın yağın içərisinə əlavə edirəm.
Biraz bişdikdən sonra tam qızarmasını gözləmədən digər üzünü də çevirirəm. Piraşkiləri tez-tez uyuz-buyuz çevirərək bişirmək lazımdır. Bu zaman hər tərəfi eyni qaydada bişir və çox da gözəl qabarır. Artıq mənim piraşkilərim bişib hazırdır. Daha sonra yağdan çıxarıb aş düzənə qoyuram. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın.